Bugün məhkəmə qərar verdi ki, Sarkozini oktyabrın 21-dən göndərirlər həbsə. 5 illik. 5 il İlham Əliyev və Mehriban Əliyevanın əziz dostu Sarkozi evindən, eşiyindən, külfətindən ayrı durub həbsxanada qalacaq, ömrü vəfa eləsə. Bu, ədalətin işlədiyinə bariz bir nümunədir. Dövlət belə olmalıdır. Cəmiyyət belə olmalıdır ki, hətta öz prezidentini mühakimə edir. Qəzetlər, medialar, televiziyalar və bu da məhkəmə. Get, Sarkozi indi cəzanı çək. Onun günahı nədən ibarətdir? Bilməyən tamaşaçılar üçün çatdırım ki, Sarkozi diktator Qəddafiyə lobbiçilik, bizim el dili ilə desək, daydaylıq etməkdə mühakimə olunurdu və bu işlə bağlı uzun araşdırmalar getdi. Nəhayət onun haqqında qərar verildi. Ayın 21-dən indi gedib həbsxanada cəzasını çəkəcək. Cəmiyyət, müasir cəmiyyət, normal cəmiyyət bu şəkildə olmalıdır ki, vəzifəsindən, kürsüsündən asılı olmayaraq hər kəsi mühakimə eləsin. Hər kəsi müzakirə obyekti eləsin. Yoxsa bizdə bir nəfər qarayola bir kresloda oturan kimi İnsanlarımız onu başlayır bütləşdirməyə. Filan kəs müəllimdir, vəzifəsi var, filanı var. Heç bir vəzifə, heç bir kürsü nə hüquqi olaraq, nə mənəvi olaraq o adamlara toxunulmazlıq vermir. Qudursun, özbaşınalıq eləsin, yekəbaşlıq eləsin, ağzına gələni danışsın. Hər bir insan kimi onlar da cəmiyyət qarşısında, qanun qarşısında bərabərdir və cavabdehdirlər və vəzifəli şəxslər səndən, məndən, o birisindən daha çox məsuliyyət daşıyırlar. Daha çox ölçülü biçili olmalıdırlar, tənqidlərə açıq olmalıdırlar. Sən adi adamın tənqidi tutaq ki, kimdəsə qəzəb yarada bilər tənqid olunanda, amma vəzifə tutubsansa, büdcədən, insanların verdiyi maaşdan güzaranı keçirdirsənsə, sənin borcundur ki, əhalinin zəhrimar kimi dediyi sözü də qəbul edəsən ki, normal ölkələrdə, demokratik ölkələrdə bu həyata keçirilir. İndi sizə bir dənə başqa nümunə göstərəcəm. Çünki deyə bilərsiniz ki, nə olsun, Azərbaycanın özündə də vəzifədən çıxan adamları asırlar, kəsirlər, həbsxanaya göndərirlər. Bu bizim üçün də qəribə bir şey yoxdur da. Nə olsun, bu Sarkozini həbsxanaya atıblar. Yox, əzizlər. Məsələ orasındadır ki, gözəllik də bundan ibarətdir ki, Fransada və digər, mən Fransadan ona görə çox danışıram ki, Fransada yaşadığımdan istəyirəm dəqiq bildiyim nümunələr verim. Burada ən yüksək pillədə oturan cari prezidenti də insanlar rahat şəkildə tənqid eləyə bilir. Küçədə də, bayırda da, efirdə də. Bax, bir dənə qısaca video göstərəcəm sizə. 8 ans de plus. Je vous écoute. Vous me laissez aller jusqu'au... Demək ki, bu canlı yayım təxminən 3-4 ay bundan əvvəl televiziyada baş tutmuşdu. Prezident Macron gəldi və həyatın müxtəlif sahələrindən, QHT sektorundan, dövlət sektorundan, siyasi partiyalardan, adi adamlar studiyaya gəlib prezidenti sözün əsl mənasında divara diriyirdilər. Bu şəxs hazırda hansısa bələdiyyənin rəhbəridir. Fikir verin, indi bu prezidenti necə divara diriyəcək, sonra mən şərhimi verəcəm. Non, attendez. Les Je ne réponds pas pour votre police Fikir verin, prezidentə deyir ki, sən dayan, mən danışıram. municipale, c'est normal. non. Mais je vais vous répondre très précisément. Non, je vais vous dire quelque chose, parce que les gens ne le savent pas. Enfin, du procureur de la République ou du procureur Mais général. les gens, ils s'en foutent de Non, ça. mais vous avez Deyir ki, sən dəli-dəli söhbətlər danışırsan. Bir dəqiqə gözlə görürüm. raison pour l'efficacité, mais je ne vais pas changer la Constitution pour ça. Et pourquoi vous la changeriez Non, mais- pas? Parce Mais que... et pourquoi? Est-ce que je peux vous répondre, monsieur le maire? Oui, mais non, mais Deyir, fikir verin. Deyir ki, icazə verirsən, ay cənab, icazə verirsən, mən bir kəlmə söz deyim. Prezident deyir ki, icazə ver, mən bir kəlmə sözümü tamamlayım. pourquoi? Monsieur le maire, est-ce que je peux vous répondre? Oui. Parce que j'ai pas besoin de la changer pour faire ce que vous me demandez. Je suis Alors d'accord. faites-le. Je suis d'accord. Et donc, on a mutualisé. C'est nous qui les payons, les vidéosurveillants, je vous ferai remarquer. Merci de le faire. C'est pas vrai dans toutes les communes et l'État aide beaucoup. Mais alors, quand elle fait ses Attendez, missions. ça veut dire que vous... Et donc, ça veut dire. Ça Non, mais veut je vais dire être que très vous précis. prenez Je vous ai l'engagement écouté, ici je vous ai écouté, laissez-moi qu'on aller jusqu'au n'attend bout. pas 8 ans de plus. Je vous ai écouté. Vous me laissez aller jusqu'au bout? Oui, je vous... Deyir ki, prezident deyir ki, mən sənə qulaq asdım, olar sən də mənə qulaq asasan. Burada deyir, Donc, buyur. je vous ai... Regardez, c'est- Encore une fois, Xülasə, bu videonu çox göstərə bilərəm, əziz dostlar, əziz tamaşaçılar sizə. Sadəcə bir epizodu ona görə göstərdim ki, biz fərqi görək. Fərqi görək ki, demokratik ölkələrdə nə baş verir, qeyri-demokratik azadlıq əlindən alınan cəmiyyətlərdə nə baş verir. Bax, biz belə bir ölkə qurmalıyıq. Bax, İlham Əliyev, onun tərəfdarları Azərbaycanı
nümunəvi dövlət kimi, hamının heyran olduğu dövlət kimi, hamının paxıllıq apardığı bir dövlət kimi təqdim edilir. Amma faciəni, fəlakəti siz özünüz görürsünüz ki, dünyanın başqa yerlərində adamlar məmurları ilə necə haqq hesab çəkir, rəhbərləri ilə, prezidentləri ilə onları divara dirəyir, onları sorğu-sual eləyir. Bizdə necədir? Bizdə İlham Əliyevə müraciət, onunla təmas ancaq bir mövzudadır ki, ona yaltaqlanmaq, ona tərifli sözlər demək, onu alqışlamaq. Başqa cür bu şəkildə yox, bunun dozası 5% endirilmiş şəkildə biz mükaliməni görə bilmirik və bu da cəmiyyətin regresə, çöküşə getməsinin əsas əlamətlərindən biridir ki, bizim taleyimizə qərar verən, bizə hökm edən, bizim şəraitimizə cavabdeh olan adamlar öz başına şəkildə istədikləri keyfi çəkir və cavabsız qalır. Seçki sistemi, hakimiyyət dəyişikliyi, hakimiyyətin bölüntüsü ona görə vacibdir ki, bax Sarkozy kimi say vaxtları cinayətə yol verəndə hakimiyyət dəyişir, onu salır zindana, cəzalandırır, ibrət olur. Hakimiyyət dəyişməyəndə isə artıq insanlar, o kürsünü tutanlar bugün İlham olsun, sabahları mən olum, digər olsun, harınlamağa məhkumdur.